Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Quranilər kimlərdir? Quranləri tanıyaq barəsində 14-cü videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olsalar, bir o qədər də bu dırnaqarası layihəçiləri, bu yalançı, dinsiz şünasları Allahın adına, Peyğəmbərin adı ilə insanları aldıranları, onların yalanlarını tanımış, öyrənmiş və agah olmuş olarlar. Bu videomuzda bu zavallının bir çox çıxışlarında namaz barəsində dediyi sözlərə toxunacağıq. Və sonda yuxarıda o gördüyünüz bunun müəllimlərinin namazın necə qılınış formalarını göstərəcəyik. Və sonda isə buna bir sualımız var. Daha doğrusu bunun dinləyicilərinə o sualımızı yönəldəcəyik. Görək bu zaman bu sualımıza nə cavab verəcək bu insan. Dinləyək dəyərli dinləyicilər. Baxın görün bu insan nə danışır. Peyğəmbər hamı bütün məzhəblər belə bir anlayış gətirirlər ki, mənim necə namaz qıldığımı görürsünüzsə siz də elə qılın. Nə işdirsə, Sünni başqa cür qılır, Şiə başqa cür qılır, Maliki müəyyən qədər fərqli qılır, Şafii müəyyən qədər əli fərqli tutur, qunutlarda fərqli davranır, Sələfi əllərin qaldırılıb qaldırılmaması məsələsində digərlərindən seçilir. Bəs o zaman Peyğəmbərimiz necə namaz qılır? Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, "Kəmə rəaytumuni usalli." Mənim necə namaz qıldığımı görürsünüzsə, elə də namaz qılın. Dəyərli dinləyicilər, hər biriniz mənimlə razılaşarsınız ki, hər bir müsəlman üçün həyatında Allah Resulü sallallahu aleyhi ve sellem yüksək bir yer tutur. Xüsusi yox, yüksək bir yer tutur. Necə ki Allah Taala Quran-ı Kərimdə bizə xəbər verir ki, Allahın Rasulunda sizin üçün böyük, gözəl bir nümunə və örnək vardır. Allah Rasulü bizim üçün örnəkdir, nümunədir hər bir şeydə. Həyatında, yaşayışında, oturuşunda, duruşunda, gəzişində, geyimində, hər bir şeyində Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem bizim üçün nümunədir və örnəkdir. Və hər bir müsəlman da çalışır ki, Allahın Rasulünün etdiklərinin hər birisini etsin. Bu bizim üçün fəxrdir. Bu bizim başımızın ucalığıdır, başımızın tacıdır. Bu insan isə, dinlədiniz, necə Allahın Rasulunun hədisini söylədiyi zaman, necə istihzalı, ələ salaraq gülümsəyirdi. Bu ələ salmaqdır, dəyərli dinləyicilər. O hədisi oxuyanlara, o hədislə əməl edənlərə istehza edir insan. Və sonra da əxlaqdan danışır ki, əsas odur ki, əxlaqınız korlanmaz. Ən böyük əxlaqsızlıq insanın Allahın adına, onun Peyğəmbərin adına, dinin adına yalan danışmasıdır. Bəzən görürsən ki, insanlar əxlaqsızlığı söyüşə bağlılar ki, kimsə söyürsə o da əxlaqsız. Yox, o da əxlaqsızlıqdır. Lakin əxlaqsızlıq geniş bir məfhumdur. İnsanın Allahın adından, Peyğəmbərin adından yalan danışması ən böyük əxlaqsızlıqdır. Bu insan deyir ki, yaxşı, Allah Rasulü əgər mənim necə namaz qıldığımı deyibsə, niyə görə bu qədər məzhəblər ayrı-ayrı namaz formaları göstərirlər? Buradan bu yalançıya, bu zavallıya demək istəyirəm ki, bütün əhl-i sünnət məzhəblərini götürsən, namazın əsasları arasında, namazın əsaslarında onların bu məsələlər arasında heç bir fərq yoxdur. Hər birisi namazın 5 vaxt olmasında ittifaq edirlər. Və heç biri deməyib ki, namaz 5 vaxt qılınmaz, 6 vaxt qılınlar və yaxud 4 vaxt qılınlar. Namazların nə vaxt qılınmasında, həmçinin namazların neçə rükət olmasında heç bir ixtilaf etməyib. Heç kəs bu məsələ, sünni məzhəbləri arasında deməyib ki, sübh namazı 2 rükət yox, 3 rükət qılınmalıdır və yaxud da məğrib 3 yox, 2 rükət qılınmalıdır. Namazın qiyamı olsun, namazın rukusu olsun, namazın səcdəsi olsun. Heç kəs deməyib ki, rukudan qabaq səcdə eləməlisən, yox səcdən sonra qabaq ruk etməlisən, qiyam etməməlisən. Heç kəs bunu deməyib. Bu sünni məzhəblərini qoydum kənara. Əhl-i şiyəni gətirək. Əhl-i şiyə olsun. Namazın neçə dəfə qılınmasında, nə vaxt qılınmasında, namazların rükətlərinin sayında, qiyamında, rukusunda, səcdəsində heç bir ixtilaf yoxdur. Onlar da eyni şeyi deyirlər. Və həmçinin də onlar 5 vaxt namaz qılırlar. Sadəcə o 5 vaxtı
3 vaxta salıb qılırlar. Yenə də onlar 5 vaxt qılırlar namazlarını. Çünki onlar gündəlik 5 dəfə namaz qılır, sadəcə 3 vaxta qılırlar o 5 dənə namazı. Yəni bizim onlara olan etirazımız o 5 namazı 3 vaxta yox, 5 vaxta qılmaq lazımdır. Məsələn. Bu da Şiə məzhəbi. O ki qaldı Sünni məzhəbi arasında müəyyən hərəkətlərdə fərqlilik olması. Məsəl üçün kimisi namazda əlini sinəsində tutur, kimisi isə biraz aşağı salır əlini. Bu da gələn hədislərin alimlər tərəfindən, yəni alimlərin ictihadı ilə kimisinə zəif çatdığı üçün, kimisinə səhih çatdığı üçün və buradan çıxartdıqları hökmlərə əsasən bunu edirlər. Və bu fərqlilik namazın qəbul olub olmamasına heç bir xələl gətirmir. Çünki namazın əsaslarını onlar edirlər hamısı. Əsaslarında heç bir fərqlilik yoxdur. Lakin dəyərli dinləyicilər, yəni buradan bu zavallıya söyləyəcəyim ən önəmli məsələ budur. Lakin onlardan heç kəs insanlara deməyiblər ki, sən necə namaz istəyirsənsə elə də qıla bilərsən. İstəyirsən Azərbaycan dilində qıl. Heç kəs bunu onlara deməyib. Heç bunu əhl-i şiəsi də deməyib. Yəni əhl-i şiəni də götürsək, o da demir ki, cəmaata ki, ay cəmaat, sən namazı Azərbaycan dilində qıla bilərsən, heç bir problem yoxdur. Neçə rükət istəyirsənsə qıl. Çünki namazda namazın rükətləri barəsində heç bir şey gəlməyib. Neçə dəfə istəyirsənsə qıl. Necə ki, bunun müəllimləri deyirlər ki, 2 dəfə qılınır namaz. Bunu heç kəs deməyib, dəyərli müsəlmanlar. Bunu əhl-i sünnət məzhəbləri içərisində və yaxud əhl-i şiə olsun, heç kəs belə bir söz deməyib. Onlar Allah Rasulü sallallahu aleyhi ve sellemin hədisini örnək götürürlər. Kəmə rəaytumuni usalli. Mənim necə namaz qıldığımı görürsünsə elə də qıl. Allahu akbar. Dinləyin, dəyərli dinləyicilər. Görün sonra nə deyir. Ya ona görə mən bu günlərim namaz qılmaq istəyən insanlara deyirəm ki, həmişə hansı formada, necə namaz qılırsansa qıl. Kim kimi qılmaq istəyirsənsə yenə də qıl. Amma əsas odur ki, qılarkən həmin o Ənkəbut surəsində bildirilən 45-ci ayəni, yəni insanı əxlaqsızlıqlardan, mənfiliklərdən, pisliklərdən uzaqlaşdıran məsələlərə yanaşmanı əsas götürmək lazımdır. Əsas məsələ bundan ibarət. Yəni əsas məsələ namaz deyil. Namazı necə istəyirsən qıl. Fərqən əsas odur ki, əxlaqsızlıq nədir etməyəsən. Yəni adam olasan. Yəni insanın əxlaqsız olmaması üçün, tərbiyəsiz olmaması üçün, necə ki Allah Taala buyurur ki, namaz insanı fuhuş işlərdən çəkindirir, qoruyur, uzaq edir. Bunların olmaması üçün o fuhuş işlərin insanın doğru düzgün şəkildə namaz qılması lazımdır. Yəni Allahın və onun peyğəmbərinin bizə öyrətdiyi kimi mənim necə namaz qıldığımı görsə elə də namaz qılın. O namaz insanı düzəldəcək. O namaz insanı pislikdən, əxlaqsızlıqdan, tərbiyəsizlikdən çəkindirir, tərbiyə edir, düzəldir. Başqa cürə yox. Dəyərli dinləyicilər. Hər bir istənilən bir fəndə, istənilən bir sahədə, sənətdə öz əsasları, öz qaydaları var. Heç kəs girib, misal üçün çəkilən, cüdoya aid olan idman növlərində olsun belə, hamısının öz qaydaları var da. Çünki o qaydalar o məktəbləri və yaxud o sənədi icra edənin, sənədi düzəldənin müəllimi tərəfindən o qaydalar qoyulub. Heç kəs cüdo fənninin yerinə cüdoda edilən hərəkətləri gəlib hər hansısa bir karatedə edə bilməz. Və yaxud da karate fənlərini gəlib cüdoda edə bilməzsən sən. Bu qəbul olunmayacaq səndən. Səni həmin o yarışdan uzaqlaşdıracaqlar. Və bu da ən böyük tərbiyəsizlik sayılacaq. Sənin o idman növünə qarşı etdiyin. Mən Allah Taala bütün bu misallardan uzaqdır. Yəni mən bunu çəkirəm ki, bu zavallı, bu dırnaqarası ilahiyyatçı öz ağlı ilə düşünsün heç olmasa biraz. Onu dinləyənlər, o avam, cahil insanlar, dindən xəbərsiz olanlar dinləsinlər. Siz elə düşünürsünüz ki, Allah Subhanahu Taala'nın dinində kim nə istəyir, bunun dediyi kimi, kim nə cür nə istəyir, elə də namaz qılacaq. Namazın qəbul olunması üçün 2 dənə şərt var. O idmanlarda misal çəkdim, cüdodur, karatedə də ya. O həmin o kəmərləri almaq üçün, qara kəmər almaq üçün
Sən o karatenin sənə göstərdiyi kataları, fənləri eləməlisən. Judonun fənlərini gəlib karatedə eləyib o qara kəməri ala bilməzsən sən. Allahın dinində isə sən Allah Rasulü sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi var, o namazı, onu qılmalısan ki, Allah Subhanahu taala səndən qəbul edir. Dünyavi dəyərli dinləyicilər, yəni bu insan demək istəyir ki, yəni din dərəbəyliyi də kimdə istəyir oldu eləsin. Dünya dərəbəyliyidir məgər. Dünyada hər bir şey qayda-qanun üzrə gedir. İnsanların qoyduğu qaydalar üzrə gedir. Sən o qaydadan kənara çıxa bilməzsən. Elə düşünürsən ki, Allahın dinində bu qayda-qanun yoxdur, kim nə istəyir onu da eləsin. Bir ibadətin qəbul olunması üçün ilk növbədə Allahın əmr etdiyi şəkildə olmalıdır. O ibadət. Bax, ondan sonra o qəbul olunacaq. İkincisi isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin etdiyi, bizə öyrətdiyi şəkildə olmalıdır ki, o şey qəbul olunsun səndən. Necə ki, digər fənlərdə, idman növlərində, sənətlərdə, nə istəyirsən də, nə istəyirsən adını çək, hamısında qayda-qanun var. O qaydaları qoyublar ki, bunlara riayət eləyəsən. Bu insan isə demək istəyir ki, sən Allahın dinində dərəbəylikdə kim nə istəyir, onu da eləsin. Əsas odur ki, əxlaqsız olmayasan, tərbiyəsiz olma. Əxlaqsız, tərbiyəsiz olmamaqca Allahın Rasulunun əmrini yerinə yetirməlisən ki, əxlaqsız, tərbiyəsiz olmayacaq. Yoxsa elə ən böyük əxlaqsız, tərbiyəsinin böyüsən sən elə. İnsanlara gör nəyə əmr edirsən. Həmin dövrdəki insanlar hansı dildə ibadət edirdilər? Arami dilində, İbrani dilində, ərəb dilində, yoxsa Azərbaycan dilində? Hansı dildə, hansı millətə Peyğəmbər göndərilmişdirsə, insanlar o dildə də Allaha ibadət edirdilər. Allah Rasulü sallallahu aleyhi ve sellem Qureyş tayfasına Ərəb yarımadasına göndərilmişdi. Ona görə də kitab da ərəb dilində gəlmişdi və insanlara da ərəb dilində nəsihətlər və tövsiyələr olunurdu. Buna görə də namaz da ərəb dilindədir. Yaxud da məsələyə başqa bir prizmadan yanaşaq. Deyək ki, Allah Meksikada yaşayan insanlara bir kitab göndərir və onların öz arasından bir elçi təyin eləyir. Həmin elçi onlarla hansı dildə danışasıydı? Ərəb dilində, arami dilində, fars dilində, yoxsa başqa bir dildəmi? Hansı dildə danışacaqdı dəyərli dinləyicilər? Əlbəttə ki, Meksika dilində. Mənə dediyi kimi. Azərbaycandan göndərsəydi, Allah Subhanahu taala Peyğəmbər, Azərbaycana bir türk olsaydı Peyğəmbər və o kitab da türk dilində gələcəkdi, yəni Azəri dilində gələcəkdi və insanlara da Azərbaycan dilində nəsihət və tövsiyə olunacaq və insanlara da Azərbaycan dilində namaz qılmaq əmri olunacaqdı. Əgər Azərbaycandan gəlmiş olsaydı. Lakin Azərbaycandan gəlməyib baxa Peyğəmbər. Zavallı. Ərəbdən gəlib. Qureyş tayfasından çıxıb Muhammed sallallahu aleyhi ve sellem. Və insanlara da Allah Taala Qurani Kərimi ərəb dilində nazil edib. Və namaz da ərəb dilində olmalıdır. Öz aralarından seçilsə, deməli ki, onların tanıdığı, bildiyi, onlarla eyni dildə danışan, Allahın mesajlarını onlara o şəkildə çatdıra bilən bir şəxsdən gedir söhbət. Bəli. Bunun üçün Quran-ı Kərimin İbrahim surəsinin 4-cü ayəsinə də baxa bilərik. Diqqətlə dinləyin dəyərli müsəlmanlar. Bu Azərbaycan dilində namaz qılanların, diqqətlə dinləyin, Azərbaycan dilində namaz qılanların gətirdiyi dəlillərdəndir. Baxın. Orada da onların öz aralarından o dildə danışan elçinin seçilməsindən bəhs olunur. Bəli, Allah Subhanahu taala İbrahim surəsi 4-cü ayətində buyurur ki, biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini saptırır, istədiyini doğru yola yönəldir, o qüdrətli və müdrikdir. Baxın, bu hissəsidir. Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik, haqqı onlara bəyan etsin. Bu yuxarıda gördüyünüz o şəxs var, görürsünüz, Ələskər. Bu Azərbaycanda, bizim məmləkətdə ilk Azərbaycan dilində, belə deyək, çünki ondan qabaq bu iddialar edən olmamışdı. Azərbaycan dilində namaz qılan və ilk olaraq peyğəmbərlik iddia edən bir şəxsdir. Və Azərbaycan dilində də namaz qılır. Və bu insanın gətirdiyi dəlillərdəndir ki, Allah Taala hər bir xalqın öz dilində danışan elçi göndərməyə də öz xalqımın dilində danışan, Azərbaycan dilində danışan elçi göndərir. Ona görə də mən bu dildə namaz qılıram. Bu zavallı da onu deyir. Həmin dəlili gətirir.
Niyə görə? Sən dinləyicini aldatmaq üçün. Çünki sənin dini savadın yoxdur axı. Sən qulaq asasan ki, hər kəsin öz dilində danışan elçi göndərir. Deməli, biz də öz dilimizdə danışaq da, elə namazımızı da öz dilimizdə qılaq da. Bu ona vurur onu. Dinləyin dəyərli dinləyicilər. Bir dənə baxaq bunun müəlliminin namaz qılma şəklinə, sonra keçək bunun sözlərinin ardına. Quranda 5 vaxt ibadət etmək, yəni ona səcdə və rükülərlə ibadət etmək. Onun üçün də, yəni biz şəms çıxdıqdan əvvəl, şəms ortada olduqda, şəms batdıqdan əvvəl, şəms batdıqdan sonra, bir də gecə ibadətləri. Bunun forması eynidir. Onlardan istəyirsən 5-in Allah uludur. Baxa, bir dənə baxa. Çıxdıqdan əvvəl ibadətini yerinə yetirir. Allah uludur. Bismillahın Rəhmanın Rəhimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Rəhmandır, Rəhimdir, Malikidir, günündür. Təkcə sənin bəndələrini, təkcə sənin istəyənlərini hidayət et bizi yolun düzünə. Yolunu o kəslərin ki, üzərinə neymət onların, qeyrilərindən qəzəblən. Allahu Akbar. Bu ilk olaraq bizim məmləkətdə Azərbaycan dilində namaz qılan və özünə rəsul deyən və bu ayətdə də dəlil gətirən şəxslərdən biri olur. Görürsünüz onun tələffüzü necə? Eybəcər deməyə necə? Yəni insana xoş gəlməyən şəkildə çıxır. Çünki o tərcümədir dəyərli dinləyicilər. Ərəb dilinin gözəlliyi ondadır. Allah Subhanahu taalanın Allahın kəlamını bu dildə göndərməsinin gözəlliyi ondadır ki, sən ərəb dilində tərcümələrə baxın, yazırlar Quranın mənaca tərcüməsi. Niyə görə Quranın mənaca tərcümə? Çünki dəqiqliyi ilə heç kəs tərcümə eləmir. Çünki orada o qədər bəlağa, o qədər gözəllik var ki o ayətlərdə. Allahu Akbar. Tonlarla kitablar yazırlar hər bir ayətin açıqlamasına görə. Yenə də bitmir. Allahu Akbar. Necə ki Allah Subhanahu taala buyurur, Allahın sözlərini yazmaq üçün deyir, göllər, çaylar, dənizlər hamısı deyir, çernil olsaydı və ağaclar yer üzündə nə qədər var, qələm olsaydı, onlar deyir bitərdi, amma Allahın sözləri, Allahın kəlamı bitməzdi. Subhanallah lazım. Ona görə də ərəb dilinin gözəlliyi ondadır. İnsan, baxın dəyərli dinləyicilər, o birini qoyuram, birinə keçirəm. Özünüz bir dənə girin bu kafir dövlətlərində xristianlara, yahudilərə, ateistlərə Allahın kəlamını dinlədirlər. Bəzi müsəlmanlar verirlər nauşniklə ki, gələ Quranı dinlə, görün necə ağlayır. Çünki o ayətlərin təsiri, o ayətin təsiri də ecazkarlığıdır ki, insanın qəlbinə təsir, insanın qəlbinə işləyir. Bu ayətləri dinləyərək Allah Rasulü sallallahu aleyhi ve sellemin zamanında olan nə qədər müşriklər İslamı qəbul edirlər. Ömər bin Xattab radiyallahu anhu bacısının evinə gələndə ki, namaz qılıb, o eşidir Allahın kəlamını. Eşidir Allahın kəlamını, nə qədər şairlər olub Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında, şairlər 100 beyti əzbər bilirlər, 100 dənə beyti əzbərdən oxuyurlar. Onlar deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm şairdir, bu şeirdir. Lakin gəlirlər o ilə mübahisə etməyə, Allah Rasulü 2 dənə ayə oxuyurdu, onlar sönüb qalırlar ki, buna ecazkarlığıdır. Azərbaycan dilində oxumur, deyirlər, ay zavallı. Azərbaycan dilində oxumurdu. Onlar ərəb dilində oxuyurdu o ayətləri. Onlar sönürdülər ki, subhanallah, bu şeir deyil. Bu Allahın kəlamıdır. İstənilən bir dildə sən onu oxusun, o ərəb dilindəki kimi ləzzət etməyəcək. İnsana təsir eləməyəcək. O təsir qüvvəsi var, onun dəyərli. Bu zavallı belə şeyləri bilmir. Yəni, bunun dediyinə görə elə çıxır ki, yəni, dərəbəylidir Allahın dini. Kim nə istir etsin. Dinləyin indi dəyərli dinləyicilər. Ona görə də bu günlərin, baxın, həmin o insanlar Allahın gələn kitabını, həmin o vəhyini öz dillərində oxuyub anlayırdılarsa, öz ibadətlərində həmin dildən istifadə edirdilərsə, bizim fərqli dildəki bir anlayışdan istifadə eləməyimiz doğrudur, yoxsa öz ana dilimizdə bunu istifadə eləməyimiz daha yaxşıdır? Yəni, təbii ki, müəyyən bir məsələlər var ki, ümumi bir dilin olması gözəldir. Amma bir insan bilmirsə, başa düşmürsə, anlamırsa, anlamadan namaz qılmağının bir mənası varmı? Məsələn, Quran-ı Kərimdə də namazı anlamadan qılmağın doğru olmadığına görə
Qurani Hər kəsin Kərimdə deyir. anladığı dildə Qurani Kərimdə belə bir imanın şey bir yoxdur. mənası varmı? Qurani Kərimdə Məsələn, belə bir şey Quran-ı yoxdur. Kərimdə də namazı anlamadan qılmağın doğru olmadığına görə hər kəsin anladığı dildə öz ibadətini etməsi, duasını etməsi, namazını qılması təbii ki mümkündür. Hansısa bir məzhəb dəyərli müsəlmanlar, əhli şeydən tutmuş, əhli sünnə məzhəbləri nə ki varsa, nə bilirsənsə adlar hamısını deyir, Allah xatirinə. Bunun dediyi kimi elə bir söz deyib cəmaata ki, Azərbaycan dilinə namaz qılın. Deyib, amma görünən bu əvvəldə necə istehzalı şəkildə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm əgər deyibsə ki, mənim necə namaz qıldığımı görürsün, niyə görə bu qədər fərqlilik var? Fərqlilik cüzi şeylərdə də, hərəkətlərdə heç baymaqla saysan sənin barmaqların yetməz o fərq. Amma namazın önəmli əsaslarında hamısı eynidir. Hamısı eynidir dəyərli dinləyicilər. Heç kəs deməyib ki, Azərbaycan dilində namaz qıla bilərsən. Və heç kəs deməyib ki, sən namazın sözlərini öyrənirsənsə, mənasını başa düşmədiyin şəkildə də qıl. Əksinə hamısı deyiblər ki, namazı öyrən, Fatihəni öyrən və tərcüməsini öyrən. Allahu Ekber, Subhan Rabbiyel Azim, Subhan Rabbiyel Alə rüküdə nə deyirsən, səcdə onları öyrən, tərcüməsini də öyrən. Tərcüməsini də öyrən əgər sən dili bilmirsənsə. Və Allaha həmd olsun ki, dəyərli dinləyici, vallahi ki, 60 yaşında, 70 yaşında qoca babalar, qoca nənələr məktəb oxumur insan. Hərif bilmir. Lakin Allah Subhanahu taalanın əmr etdiyi o namazı necə gözəl şəkildə qılır. O sözləri necə rahatlıqla öyrənir. Necə Allah Taala asanlaşdırır onun üçün bunu öyrənməyi. Desən ona götür Azərbaycanda kitab oxuya bilməz. Amma insan ərəb dilində olan o sözləri, namazın sözləri biz rahatlıqla əzbərləyir. Bunu Allah Subhanahu taala asanlaşdırır insana. Bu zavallı isə deyir ki, yəni ürəyin necə istəyir, nə tər istənsə elə də qıl. Baxın sonra görün nə deyir. Amma bir insan da deyə bilər ki, bəli, mən ərəb dilində düzgün oxuyuram, düzgün tələffüz eləyirəm, anladığımı, oxuduğumu anlayıram, hətta namazda bunu düşünürəm. O zaman bunun da istədiyi dildə qılmasında heç bir problem yoxdur. Nəyə görə? Çünki insan anlamadığı bir şeyi qıldığı zaman sadəcə rituallaşdırır. Sadəcə bunu etmək xatirinə eləmiş olur. Ona görə də qısa olaraq dediyimiz anlayış budur ki, bəli, hər kəs etmək xatirinə qılmır. Hamısı namazı səhər tezdən, sübh tezdən saat 5-də, 6-da durması etmək xatirinə etmək deyil. Allah Subhanahu taalanın sevgisi var o insanın qəlbində. Ona görə o səhər tezdən 5-də, 6-da durur namazı qılmağa. Gündəlik 5 dəfə namazlarını qılmağa, cümə namazına getməyə, bayram namazına getməyə. Etmək xatirinə etmək insan bir dəfə, 2 dəfə edər. Ondan sonra qoyar kənara. Amma iman elə bir şeydir ki, insanın qəlbində, çünki sən bu hisslərdən məhrumsan. Allah Subhanahu taala səni bu hisslərdən məhrum edib. Allahın dinində bu cür oyun oynayan şəxsdə iman qəlbdə ola bilməz. Amma biz bilirik ki, Allah Subhanahu taala iman haqqında bizə xəbər verir. Peyğəmbər sallallahu əleyhi və səlləm iman şirinliyini deyir, dadmadıqca hiss etsən o şirinliyi, o dadı mümkün deyil dadasan. Allahın dinindən bu cür danışan insanın qəlbində imandan şirinlik ola bilməz. Mümkün deyil. Amma o dediyin insanlar isə, o namazın sözlərinin mənasını bilməsələr də belə, səhər tezdən 6-da durub namazını qılır. Çünki bilir ki, bu Allahın əmridir ona. öz dilində, öz ibadətini və yaxud da öz duasını, öz namazını qıla bilər. Burada heç bir problem yoxdur. Vallahi deyin, hansısa bir məhzəbdən deyən olub Azərbaycanda namaz qılan? Sonra Müsailə bağlı yazır ki, sizə namaz qaydası haqqında heç nə soruşmuram, bilirəm ki, cavab vermirsiniz, başa düşürük, məhzəb qəbul etmirsiniz, bəs biz namazı kimdən öyrənək, biz necə edək, sünni yoxsa şiə, bəs necə? Baxın, Müsailə xanım, bununla bağlı heç bir problem yoxdur. Namazın qılınma qaydası ilə bağlı, əl açıq qılsanız da, əli bağlı qılsanız da bununla bağlı heç bir zaman heç bir problem yaşamayacağınızı mən bildirirəm. Yəni əsas məsələ odur. Qalan məsələlər ortalanır. Şiədə də, sünnidə də eyni. Əsas məsələ odur. Elmir Abbasov yazır ki, mənə də maraqlı namazları 2 rükət qılmaq olarmı? 2 rükət qılanlar var. Bir şey deyəməyəcəm bununla bağlı. Yəni ki, buna hər kəs özü cavab verəcək. Yəni konkret olaraq Quranda hansı namaz 4 rükətdir, hansı namaz 3 rükət deyilən bir anlayış yox, bunu deyə bilərəm. Yəni bu insan, buradan bunun dinləyicilərinə sual verirəm ki, ondan tələb edin, qoy namazın formasını, namazın qılınma şəklini göstərsin sizə. Mən adım kimi əminəm ki, bu insan ibadət etmir, bu insan namaz qılmır.
Bundan öncəki videoda söylədiyim kimi qılır. Məsələn, cümə günü gəlir cüməyə, görsənsin ki, mən buradayam. Yəni mən də qılıram namaz. Ya insanlara bu cür namaz qılma şəklini tövsiyə edən şəxs namaz qıla bilməz. Mümkün deyil o qılsın namazlarını. Mən düşün ki, bu gündə 5 dəfə namaz qılır. Hərəsini öz vaxtında, sübh 2 rükət, məğribi 3 rükət, işadım, zöhrdə, əsrdə 4 rükət. Bunları fikirləşirsənsə, bu bunların heç birini etmir. Mən adım kimi əminəm ona. Ki, bu cür namaz forması bu qılmır. Qadınlara namazı, indi bu inşallah bundan sonraki videolarda danışacaq. Qadınlara namazda baş açıq qılmalarını əmr edən, söyləyən kəs necə namazı qıla bilər? Allah Subhanahu onu məhrum edir bu şeylərdən. Yəni, insanlara deyən ki, 2 vaxtda namaz qılmaq var. Quranda deyir, konkret namazların neçə rükət olması barəsində heç bir şey yoxdur. Bunu deyə bilərəm deyir. Yəni, bunları dinləyicilərinə tövsiyə edən insanlar nə gözləyirsən? Namaz qılmağı gözləyirsən. Ona görə mən buradan tələb edirəm ki, onun dinləyicilərinə. Tələb edən ondan ki, qoy namazın qılınma şəklini göstərsin. Göstərsin sizə necə namaz qılır. Elinden üzerine alır. Heç kəs onun olur. Biz pak ve müqəddəs Onu ruku eləməyinə var. vədi mütləq yerinə yetirəcək. Eşidir Allah o kəndə. Yəni, bu belə də olmalı. الذين أنعمت عليهم مالك يوم الدين الله أكبر Allah üçündür, malikidir. الله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين الله الكبير سبحان ربي العظيم الله الكبير. سبحان ربي العظيم سبحان ربي العظيم ربنا لك الحمد الله الكبير Bu elə açıq. سبحان ربي الأعلى سبحان ربي Edib الأعلى yüksəldi. Bir dənə baxın bunun namaz qılma şəklinə. Burada tam başqa cürə qılır. İndi ovrisi videosunda tam başqa cürə qılır. سبحان ربي الأعلى الله الكبير الله الكبير سبحان ربي الأعلى سبحان ربي غير المغضوب عليهم ولا الضالين وسطها كذلك Ərəb dilində oxuyur və tərcüməsini edir. Təsəvvür edin, namazın içində ərəbcəsini oxuyur. Qayril məğdubi aleyhim vələddalin. Biz onu tərcümə edir. Qəzaba düçar olanların və s. və s. Yəni bu belə də olmalıdır, dəyərli müsəlmanlar. Sən Allahın dinində oyun oynayırsansa, dərəbəylidir. Yəni bunun dediyi kimi Allahın dinində dərəbəylidir. Kim nə istəyir onu da eləsin. Bunun müəllimləri də bu cür edir. الله الكبير الله الله Qısarak yeni bir məzhəb ortaya qoymasına heç nə mane olmadı. Adnanın tələbələrindən birinin əsrlər boyu bilinən namaz formasına müxalif bir formada namaz qıldığı müşahidə edilmiştir. Yanındaki kadın tarafından kayda alınan Ose, abdestsiz bir şekilde kendilerinin uydurduğu tek rekatlık namazı kılmaya başladı. Örgüt üyesi sure okumak yerine Allahu Kebir ve Subhanallah demekle yetiniyor. Uydurma din. İslam adı altında sapkın bir din uyduran Adnan Oktar 2 vakit namazı savunuyor. Mesela namazlar 5 vakit Kur'an'da geçmiyor. 2 vakit geçer Kur'an'da. Bir sabah, bir akşam. Və salam. 2 vaxt deyir, namazda keçir. Quranda keçir deyir, namazın sözləri, namazın vaxtları. Yəni mən əminəm ki, adım kimi, yəni bunun, bu zavallının namaz qılma forma şəkili bu müəllimlərinin namaz qılma forma şəklinə heç bir şeylə fərqlənmir. Heç bir şeylə fərqlənmir. Eyni şey onların etdiyini bu da edəcək. Bir dənə xahiş edirəm, deyin ona ki, qoy namazın forma şəklini göstərsin sizə. Necə qılınır? Mən adım kimi əminəm ona. Paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Allah'a əmanət olun. Esselamu aleykum və rəhmətullah və bərəkətuhu.